öncə valideyn əgər şübhələnirsə ki, uşaqda, körpədə eşitmə problemi var, bu necə bilinə bilər? Yəni valideyn onu necə anlaya bilər? Oyuncağın səsinə reaksiya vermirsə, çağırılanda reaksiya vermirsə və yaxud səslərə, uzaqdan gələn səslərə, yerə düşən hər hansı bir əşyanın səsinə reaksiya vermirsə, bu artıq eşitmə zəifliyinin göstəricisi ola bilər. Ona görə də ilk öncə testdən keçməlidir. Yəni Bera testindən keçməlidir. Hansı testdən? Bera testindən, uşaqlar üçün olan Bera testindən keçməlidir. Bera testindən sonra əgər müəyyən olunursa ki, uşaqda sinir mənşəli eşitmə itkisi var, eşitmə zəifliyi var, ondan sonra artıq valideyn başlamalıdır. Əgər həkim tövsiyəsi ilə eşitmə cihazı tövsiyə olunursa, başlayır eşitmə mərkəzlərindən professional eşitmə mərkəzi tapmağa, axtarmağa, araşdırmağa və orada satılan cihazlarla maraqlanmalıdır. İlk öncə uşaqlara verilən cihaz fərqli olmalıdır, daha keyfiyyətli olmalıdır. Təbii ki, bunu bir mütəxəssis təqibində. Bəli, mütəxəssis təqibində olmalıdır və adi aptekdə satılan Çin istehsalı və yaxud başqa ölkə istehsalı cihazlardan olmamalıdır, ucuzlu cihazlar olmamalıdır. Digital eşitmə cihazı olmalıdır və kəsinliklə pediatrik cihazlar olmalıdır bunlar. Pediatrik cihazlar həm o bir cihazlara nisbətən daha dözümlüdür, daha uzun ömürlüdür. Bilirik ki, uşaqlar bir yerdə dayanmırlar, adətən qaçırlar, tullanırlar. Həm də yəqin ki, uşağın sağlığı üçün də belə deyək də uyğundur. Bəli, kanal sayısı onlara nisbətən daha yüksək olur və ilkin mərhələdə səsləri daha aydın eşitmək üçün, eşidib daha yaxşı reaksiya vermək üçün xüsusi cihazlar olur. Ona görə də ilk öncə onlara diqqət eləməlidirlər və digital professional eşitmə cihazı seçməlidirlər.